Salam, hər vaxtınız xeyir. Bugün atom nüvə fizikası mövzusunu danışacağıq. Deməli, ilk dəfə atomun modellərindən danışsaq, atom modellərindən ilk dəfə Thomson öz fikrini demişdir və Thomson bildirmişdi ki, hansı ki atom elektronlar sərbəst halda ixtiyari formada paylanmış bir modeldir və bunu kişmişli keksə bənzətmişdir. Və onun fikrinə görə belə deyək də kürə formasındadır. İlk dəfə bu fikirlər söylənmişdi və elektronlar da kişmişli keksdəki kimi kişmişləri necə paylanıbsa o formada da paylanmışdır və xüsusi bir nizamlıq yox idi. Sonra Thomson modelini yoxlamaq üçün də bir neçə il sonra Rutherford bir təcrübə keçirdir və Thomsonun verdiyi modelin nə dərəcədə doğru olduğunu yoxlamaq üçün keçirdir. Və orada görünür ki, Rutherford hansı ki təcrübədən keçirəndə aşağı siniflərdə o təcrübənin çox geniş ətraflı izahı var. Onu çox da burada çəkib üzərində durmaq istəmirəm. Və Rutherford bu təcrübəni keçirəndən sonra görür ki, əslində onu müəyyən alfa zərrəciklərlə bombardman etdikdə baxırlar ki, məsəl üçün bu elektrondur. Buradan Rutherfordu qeyd eləyək. Aha. Məsəl üçün baxırlar ki, bu elektron atomdur, atomdur və bunu hansısa bir alfa zərrəciyi ilə bombardman eləyəndə müəyyən şüalar var ki, məsəl üçün də bu atomun mərkəzinə dəyərək belə qayıdacaq, səpiləcəkdir müəyyən bucaqlar altında. Amma elə şüalar var ki, öz yolundan davam eləmiş olurlar. Və belə deyək də, bu hansı ki alfa zərrəcikləri bu mərkəzdən qaytaran nədir, nə səbəbdir, onu aydınlaşdırmağa çalışırlar və belə bir qənaətə gəlirlər ki, alfa zərrəciklər o zaman böyük bucaq altında meyli o halda doğru olur ki, atomun daxilində güclü elektrik sahəsi olsun. Və bu sahəyə də belə deyək də, bu güclü sahəyə də hansı ki artıq orada mərkəzə bir müsbət yüklərin cəmləşdiyi bir yer kimi qəbul etsək və ona bir nüvə adı vermiş olurlar. Deməli belə baxanda, deməli elektronlar hansı ki alfa zərrəciklərlə biz atomu bombardman etdikdə, həmin o elektronları öz yolundan döndərən, yəni alfa zərrəcikləri öz yolundan döndərən qüvvə hansı ki o müsbət yüklərin toplandığı mərkəz hissədir və müsbət yüklü deməli atomun daxilində mərkəzində müsbət yüklü nüvə yerləşmiş olur. Elektronlar da bunun ətrafında bu formada yerləşmiş olacaqlar. Belə. Nüvə daxilində, deməli, atom daxilində nüvə mərkəzdə olur, elektronlar isə onun ətrafında hərəkət etmiş olduğunu fikrini irəli sürür Rutherford. Amma müəyyən bir halda, belə deyək də, əgər bu atom neytral haldadırsa, elektronların sayı protonların sayına bərabər olmuş sayılacaqdır. Amma belə deyək də, bir müəyyən müddət sonra fikirləşirlər ki, bu elektronlar hərəkət edirlərsə əgər nüvə ətrafında, bu zaman elə bir şey hal ola bilər ki, bu elektronlar sonsuza qədər dövr eləyə bilməzlər. Dövr eləyirlər. Hərəkət varsa mütləq ki, orada bir enerji tükənmişliyi baş verəcək və bu elektronlar qopub düşməlidirlər. Hərəkət zamanı sönməli və düşməlidirlər nüvənin üzərinə və bu da ümumiyyətcə dayanıqlıq olmayacaq. Bunu aydınlaşdırırlar və belə bir qənaətə gəlirlər ki, müəyyən bir ildən sonra Bohr öz belə deyək də atom haqqında öz fikirlərini irəli sürür və atomun dayanıqlığını belə deyək də Rutherfordun fikrindən sonra o biraz da aydınlaşdırır və deyir ki, əgər elektronlar nüvə ətrafında təcillə hərəkət eləyirsə, bu zaman elektromaqnet şüalanır. Mütləq ki, biz bilirik ki, elektromaqnet şüalarının şüalanması üçün birinci şərtimiz o idi ki, təcilli hərəkət olmalıdır və yüklü zərrəcik olmalıdır. İndi burada onu deyir ki, bu o halda baş verəcək ki, e, yəni təcilli hərəkət olmalıdır və bu elektron təcilli hərəkət eləyirsə, məsəl üçün bu nüvədir. Müsbət yüklü nüvədir. Bu elektron bunun ətrafında hərəkət eləyəndə
müəyyən bir vaxtdan sonra gəlib enerjisi get-gedə azalıb, məsəl üçün nüvə daxilinə niyə düşmür? Bunu Bohr belə izah edir. Borun iki postulatı olur. Birinci postulatda odur ki, yəni əslində bu suala Rezerford modeli tam cavab vermədi. Ona görə müəyyən ildən sonra Bohr özü iki postulat verir. Hansı ki, birinci postulatda deyir ki, atomun hər birində müəyyən enerji səviyyələri vardır stasionar hallarda. Yəni buna deyəcəyik biz Y1, Y2, Y3 bu formada gedəcəkdir və bunlar hər biri stasionar hallar adlanır. Həmin bu stasionar halda hərəkət eləyən, belə deyək də, zərrəcik nə şüalanmır, nə də belə deyək də, şüa udmur. İkinci postulat da onu deyir ki, əgər bir stasionar haldan digər stasionar hala keçid eləyəcəksə, bu zaman atom h-nü qədər belə deyək də, enerji şüalandırır və yaxud da udur. Həmin bu h-nüdə bu stasionar halların enerjilərinin fərqi qədər olacaqdır. Yəni, məsəl üçün, n çıxılsın, YK yaza bilərik. Məsəl üçün, n-ci səviyyədən K nömrəli bir səviyyəyə keçəndə həmin onların fərqi qədər, enerjiləri fərqi qədər bir şüa ya udur, ya da ki, özündən verir. Burada N və K hansı ki o səviyyələrin nömrələridir. Həmçinin biz bilirik ki, biz işıq kvantları mövzusuna bilirik ki, məsəl üçün, Y bərabər idi, H-nü yazmışdıq. Həmin bunu HC bölünsün lambda da yazmaq olar. Yəni biz HC bölünsün lambda bərabərdir YN çıxılsın YK yazmaq olar. Və buradan da lambdanı və yaxud da nüyünü tapsaq, məsəl üçün, nüyünü buradan tapsaq nə olacaqdır? YN çıxılsın YK bölünsün H yazmaq olar. Və yaxud lambdan tapsaq nə olacaq bəs? Lambdanı tapanda da belə olar da. YN daha doğrusu HC bölünsün HC bölünsün YN çıxılsın YK'ya. Hansı ki burada YK'nın qiyməti, məsəl üçün belə deyək də, burada N ilə K-nı biz ardıcıllıq qoyası olsaydıq, nə olardı? N-in qiyməti daha böyük olurdu da. Atom hansı ki həm şüalandıra bilir, həm də uda bilirdi. Yəni biz bunu şəkillər üzərində mən sizə bunu göstərəcəm ki, burada N ilə K harada yazıb göstərilir. Sonra, bax, məsəl üçün, indi gəlin burada belə bir şey çəkək. Tutaq ki, bu bizim nüvədir. Bu nüvənin ətrafında biz təcrübələrdən başa düşdük ki, elektronların özlərinin orbitləri var və biz buna atomun planetar modeli deyəcəyik və hər bir elektron da, belə deyək də, öz stasionar halında, yəni öz səviyyəsində hərəkət edir və burada hərəkət edən elektron bir stasionar haldan digər stasionar hala hərəkət etdikdə nə enerji şüalandırır, nə enerji udur. Amma birindən digərinə keçdikdə isə müəyyən qədər, hansı ki bu səviyyələrin fərqi qədər enerji şüalandıracaq, həm də udacaqdır. Məsəl üçün, tutaq ki bu bir enerji səviyyəsidir və bu elektron burada hərəkət eləyir. Düzdürmü? Elektron hərəkət edəndə, məsəl üçün, bax, buradan bura qədər hərəkət edəcəksə, mütləq ki, burada bu səviyyənin fərqi qədər, məsəl üçün, bu n-ci səviyyədir, bu K nömrəli səviyyədir. Onda YN çıxılsın YK qədər enerji udaraq növbəti mərhələyə keçid edəcəkdir. Növbəti enerji səviyyəsinə keçəcəkdir. Amma, məsəl üçün, bu elektron, bax, mən yaşıl rənglə göstərirəm. Tutaq ki, buradaydı, bura gəlmək istəyirsə, və yaxud da gəlirsə, istəyirsə yox, hərəkət eləyir də, yəni. Bu zaman enerji bir dəyişikliyi baş verməz. Elə öz enerjisində itkiyə getməyəcək, olduğu kimi də hərəkət eləyir.
Amma məsəl üçün elektron tutaq ki, buradadır, buradadır. Bu səviyyəyə gəlmək istəyir. Bax, bura gəlmək istəyir. Təbii ki, onda həmin bu səviyyələrin fərqi qədər belə deyək də enerji şüalandırar və yaxud da udar. Yəni atom bir işıq kvantı qədər bir işıq kvantını udduqda kiçik enerjili stasionar haldan böyük enerjili stasionar hala keçid eləyəcəkdir. Yəni uzaq orbitə keçəcək. Yaxın orbitdən uzaq orbitə keçəcəkdir. Və atomun enerji səviyyələrinə fikir versək, hər bir stasionar halın müəyyən bir qiyməti var və sıfırıncı, yəni başlanğıc halda stasionar halın qiyməti Y0 bərabərdir 13,6 elektron voltdur. Və məsəl üçün tutaq 5-ci səviyyəyə keçmək istəyir və ya 2-ci səviyyəyə keçmək istəyirsə, həmin o səviyyədəki enerjinin qiymətini bilmək istəyirəmsə mən, məsəl üçün n bərabərdir y0 bölünsün n-in kvadratı yaza bilərəm. Məsəl üçün y2-ni tapmaq istəyirəmsə 13,6-nı böləcəm 4-ə. Y3-ü tapmaq istəyirəmsə 13,6-nı böləcəm 9-a. Y4-ü tapmaq istəyirəmsə 13,6-nı böləcəm 16-ya və s. bu formada davam eləyəcək. Yəni burada n sıra nömrəsinin qiymətidir. Hansı səviyyə deyiriksə, onun sıra nömrəsinin qiymətidir. Və bu stasionar halların da özlərinin, belə deyək də, adları var. İndi biz bunları növbəti hissədə çəkək. Nə demək istəyirəm, indi onu deyim. Birinci enerji səviyyəsini qeyd eləsək, bura yazacağım n bərabərdir 1. İkincini buradan çəksək, səviyyəni söhbətdən gedir. N bərabərdir 2. Sonra biraz daha qısa məsafədən götürsək, n bərabərdir 3. Biraz daha qısa olsa, belə. İndi bunu niyə çəkdik və bu hardan çıxır? Baxın uşaqlar, bu hansı ki bu elektronlara fikir versəniz, bax burada bu səviyyələr ki var, bax bu səviyyələr də sadəcə olaraq düz orbitlərdə çəkmişik. Və bizim hansı ki Y birimiz başlanğıc halda enerjimizin qiyməti elə bax budur. 13,6-dır. Və mən tutaq ki, ikinci səviyyəni soruşuramsa 13,6-nın 4-ə bölünmüş halını yazacağıq biz. 13,6-nın 4-ə bölünmüş halı olacaqdır 3,4 elektron volt. Elektron volt. Üçüncü səviyyəyə tapsaq 13,6-nı 9-a bölmüş olacağım. O da eləyəcək mənfi 1,51 elektron volt. Dördüncünü soruşsa mənfi 0,85 elektron volt. Və bu davam eləyəcək. 25-ə bölmə, 36-ya bölmə ta ki 0-a qədər yaxınlaşır. İndi burada nəyə fikir verirsiniz? Hansı ki burada məsəl üçün bu n bilirsiniz ki kvant ədədidir, orbitlərin nömrələridir və n böyükdür 1-dən artıq nömrələrdən qeydiyyatdan aparsaq, məsəl üçün 2, 3, 4, bu zaman buradakı atomlar həyəcanlanmış halda olurlar və həyəcanlanmış halda ümumiyyətcə nədir? Orbitlərdə elektronlar sərbəst qala bilmirlər. Və bunun ən sadə halda belə deyək də minimum enerji halına qayıdırlar şüalanma yolu ilə və belə deyək də hər bir stasionar halın da qiymətlərini buna uyğun hesablayırıq. Və burada bizim düsturumuzda bir mənfi işarəsi var. Mən onu qoymağı yaddan çıxartmışam. Baxın, burada mənfi işarələri var. Burada qeyd elədim aşağıda rəqəmlərin üzərində, amma verilən düsturda qoymamışdım. Bu da belə. İndi nə deyəcəyik? Deməli, bax burada hansı ki bu səviyyələri də ki biz çəkdik. İndi fikir versəniz ki, məsəl üçün elektron başlanğıc haldadır, baba buradadır. Və bu birinci səviyyədən tutaq ki, üçüncü səviyyəyə keçir. Onda nə olacaqdır? Bu, deməli, enerji udub. H-nü qədər enerji udub. Udulmadır. Yəni, birinci haldan
üçüncü hala keçir. Və yaxud birinci haldan ikinci hala keçir və ya 2-dən 4-ə keçir. Bu udulmadır. H-nu qədər şua udur ki, bu zaman keçid baş verib. Amma desəydik şualanma desə, onda biz baxın bu formada göstərməliyik. Yəni məsəl üçün 5-ci səviyyədən elektron şualanıb düşür 3-ə və yaxud 4-dən elektron şualanıb düşür 3-ə və ya nə bilim 3-dən tutaq ki, düşür 1-ə. Yəni oxlar əgər aşağıdırsa, bax, oxlar aşağıdırsa, şualanma, oxlar yuxarıdırsa, bu enerjinin udulmasına göstərir. Və nə qədər şualanır, nə qədər udur deyirsə, səviyyələrin fərqi qədər. Hansı ki, az öncə biz bunu yuxarıda da qeyd etmişdik. H-nü bərabərdir Y, məsəl üçün, tutaq ki, hansını göstərək? Məsələn, 1-dən 3-ə gedibsə, artıq biz nə yazacağıq? 3 çıxılsın 1. Yəni, mənfi 1,51. Mən məsəl üçün, bax, bunu yazıram. Mənfi 1,51 çıxılsın 13,6. Nə eləyəcəksə o qiymət qədər, deməli, enerji udulmuşdur ki, o birinci enerji səviyyəsindən üçüncü enerji səviyyəsinə keçid eləmişdir. Və burada səviyyələrin adları var. Məsəl üçün, əgər mənim şu an birinci enerji səviyyəsinə keçid eləyirsə, birinciyə keçid eləyirsə, bunun adı olacaqdır Lyman seriyası. İkinciyə keçid eləyənlər, bax, məsəl üçün, bu birinciyə keçid eləyib, fikir verirsiniz. İkinciyə keçid eləyənlər olacaqdır nə? Balmer. Sonra, üçüncüyə keçid eləyənlər isə Paşen adlanacaqdır. Bəzən sıra nömrəsini deməz, bu adlarla deyər. Dördüncüyə keçid eləyənlər olacaqdır Henry. Beşinciyə keçid eləyənlər olacaqdır Brekert. Bu formada. Və yadda saxlayın ki, sizə bəzən nömrələr deməz, birinci enerji səviyyəsi, ikinci enerji səviyyəsi deməz, Lyman seriyası deyər, Balmer seriyası deyər, bu formada görəcəksiniz. Və bunu da qeyd eləyək ki, Lyman seriyasına gələn şüalar həmişə ultrabənövşəyi şüalar adlanacaq. Balmer seriyasına gələnlər mütləq ki, görünən şüalandırır. Sonra üçüncü seriya Paşenə gələnlər isə və ondan yuxarıda olanlar hamısı infraqırmızı şüalar şüalandırır. İndi isə danışaq biz, deməli, nüvənin tərkibindən, izotoplardan. Nüvənin tərkibi də az öncə qeyd elədiyimiz kimi, deməli, nədir? Nüvənin tərkibində deməli var protonlar və neytronlar. Bunlar bizə verir nüvəni. Atomun tərkibi nədir bəs? Nüvə plus elektronlar. Bu da bizə verir atomun tərkibini. Əgər atom, belə deyək də, neytral haldadırsa, yadda saxlayın ki, protonların sayı elektronların sayına bərabər olmalıdır. Yox, əgər bu özündən bir elektron verirsə, onda bu çevriləcək mənfi iyona, daha doğrusu müsbət iyona çevriləcəkdir. Yox, bir elektron alırsa, mənfi iyona çevrilir. Bunu siz kimyadan da tanışsınız, ibtidai aşağı siniflərdən tanışsınız. Və iyonlaşan zaman, hansı ki,
belə deyək də, nüvənin elektrik yükünü soruşurlarsa bizdən, nüvənin elektrik yükü Q bərabərdir N vurulsun Y ilə hesablaya bilərik. Və yaxud da Q bərabərdir Z vurulsun Y. Baxır indi hansı kitabdan oxuyacaqsınız dərsi. Burada N və yaxud da Z bizdə sıra nömrəsini göstərir. Və ümumiyyətcə biz hər hansı bir atomu bir x-lə göstərsək, məsəl üçün burada protonlarının sayı, burada neytronlarının sayı, artıq burada bir A hərfi ilə göstərəcəyik. Bu bizdə olacaqdır nukleonların sayı. Yəni, protonla neytronların cəminə normalda nisbi atom kütləsi deyirdik və yaxud nüvənin yükü deyərdik. Artıq buna deyəcəyik biz nukleonlarının sayı və nukleon sözünü daha çox eşidəcəksiniz və nukleon olaraq yadda saxlayın. Neytronun uşaqlar yükü yoxdur, amma hər bir zərrəciyin kütləsi olduğu kimi neytronun da kütləsi var. Bunları qarışdırmayın və neytral halda da elektronların yeri burada yazılır. İyonun da yükü sağ tərəfdə yuxarıda qeyd olunur. Bu belə. Və biz burada artıq bilirik ki, protonla neytronların cəmi bizə nisbi atom kütləsini, yəni nukleonların sayını verirdisə, indi fikir verin nəyə? Ayrı-ayrılıqda biz bunları nukleonlara ayırmaq istəsək, hansı ki bizə, belə deyək də, nukleonlara ayırdıqda, məsəl üçün, tutaq ki, Z sayda proton var, N sayda da neytron var və biz bunların hər birinin kütlələri cəmini nəzərə alıb toplasaq, ümumilikdə nüvənin yükündən bir böyük qiymət almış olacağıq. Məsəl üçün, Z vuraq M proton, yəni bir protonun kütləsi vurulsun onun sayı, üstə gəlinsin. Məsələn, deyək də, N vuraq M neytron. Burada M neytron və N nədir? Proton. Proton və neytronun bir dənəsinin kütləsidir. Bir dənə protonun kütləsidir. Yazıram. Bir protonun kütləsi. M neytronu isə bir neytronun kütləsi. Və bunların hər birini sayına vurub topladıqda bizə əslində verməlidir nüvənin kütləsini. Amma ki, nüvənin kütləsindən böyük bir rəqəm alınır. Və buradakı bu fərqə biz deyəcəyik nə? Kütlə defekti. Hansı ki, Z vur M proton, çıxaq N vur M neytron, plus daha doğrusu. Çıxılsın M nüvə. Buna biz deyəcəyik kütlə defekti. Yəni delta M. Kütlə defekti. Və ümumiyyətcə belə deyək də, nüvələr özləri çox dayanıqlı və möhkəm sistemdir və nukleonları hansı ki nüvədə saxlayan, onun dayanıqlığını təmin edən qüvvələrə biz nüvə qüvvələri deyəcəyik. Axı biz bilirik ki, nüvənin daxilində protonlar və neytronlardır. Protonların müsbət yükləri var, neytronların axı yükü yoxdur. Normalda da müsbət və müsbətlər bir-birini itələməlidirlər axı. İndi fikir versəniz ki, burada gör nə qədər böyük güclü nüvə qüvvəsi var ki, bu protonlar nüvə daxilində qalırlar. Və buna nüvə qüvvələri deyilir. Dayanıqlığı təmin edən qüvvələrdir. Və ümumiyyətcə də biz burada belə deyək də, nüvəni ayrı-ayrılıqda, məsəl üçün, biz nukleonlara ayırmaq istəsək, onların belə deyək də, həmin bu birlikdə toplum şəklində olmasına qarşı gələn hansı ki, böyük bir qüvvəyə qarşı biz iş görməliyik və belə deyək də, burada artıq hər bir nukleonların enerjisi cəmini biz nəzərə aldıqda, biz görürük ki, burada nukleonların enerjiləri cəmi nüvənin enerjisindən çox-çox böyük olur. Və belə deyək də, ayrı-ayrı nukleonları ayırmaq üçün diqqətli olursunuz burada. Nukleonları ayırmaq üçün lazım olan minimal enerjiyə yazıram buradan. Minimal enerjiyə
Minimal enerjiyə biz deyəcəyik nüvənin rabitə enerjisi. Nüvənin rabitə enerjisi. Və nüvənin rabitə enerjisini biz hesablasaq, Y rabitə bərabərdir delta M vur S-nin kvadratı. Bu delta M'i də biz aça bilərik. Hansı ki, nə idi delta M'in açılışı? Z vuraq M proton çıxılsın plus N vur M nüvə, neytron daha doğrusu. Çıxılsın M nüvə, vuraq S-nin kvadratı. Bu bizdə artıq olacaqdır rabitə enerjisi. Və rabitə enerjisinin də vahidi, nə enerjidirsə nə olacaqdır? Ya mega elektron voltdur. Buradan belə görsədək də. Mega elektron volt və yaxud da 1 joule kimi göstərə bilərik. Belə. Və buna diqqət edin ki, əgər xüsusi rabitə enerjisi desə, xüsusi rabitə enerjisi. Bu artıq bir nuklona düşən enerjidir. Yəni Y rabitəni böləcəm nuklonların sayına. Hansı ki A'ya. Onda da biz yuxarıdakı bu ifadəni delta M vur S kvadratını böləcəm nuklonların sayına A'ya. Bunun vahidi nə olacaq bəs? Joule bölünsün nuklon və yaxud da mega elektron volt bölünsün nuklon yaza bilərsiniz. Bu da belə. Başqa burada elə bir şey qalmadı. Elementar hansı ki protonların sayı, neytronların sayı, nüvənin yükü və s. bu tipdə suallar çıxacaq qabağınıza. Diqqət eləməli olduğunuz yerlər bunlardır. Ee, Başqa indi gəlin danışaq, hansı ki radioaktivlikdən və radioaktiv çevrilmələr var burada. Başlayaq birinci alfa şüalardan. Alfa şüalanma ən sadə, belə deyək də, zəif təsirə malikdir və alfa şüalanmalarda, belə deyək də, helium nüvələri selindən ibarətdir. Alfa şüalanma. Helium atomlarından ibarət olacaqdır və belə deyək də, nüvədən, məsəl üçün, bir reaksiya götürsək, tutaq ki, alfa çevrilmək üçün biz qeydiyyat nümunə görsətsək, məsəl üçün, bizə bir verib X atomu, burada olsun protonlarının sayı, burada da olsun neytron, burada da olsun nukleonların sayı. Bunu əgər alfa çevrilməyə məruz qalıbsa, artıq burada helium atomu 2, 4 yazacağıq. Burada bir yeni atom, məsələn Y atomu alınıbsa, burada olacaq proton çıxaq 2. Nə olacaq sonra? Nukleonların da sayı 4 vahid azalacaq da. Onda olur, oy, böyüdü. Bir dəqiqə. A çıx 4. Bu formada. Yəni dövrü cədvəldə, Mendeleyev dövrü cədvəlində 2 xana öz yerini dəyişəcəkdir, hansı ki cədvəlin başlanğıcına doğru. Sonra nüvənin yükü də 2 vahid azalır, neytronlarının sayı da 2 vahid azalmış olur bu formada. Beta çevrilmələrdən danışsaq əgər, beta çevrilmə özü 2 yerə bölünür. Biz əvvəlcə danışaq beta müsbət çevrilmədən. Məsəl üçün, X atomu götürsək, bu olsun proton, neytron, bu da nukleonlarının sayı. Beta müsbət çevrilmə eləsək, elektron, amma elektronun əksi. Onda olacaqdı belə. Müsbət 1, 0. Alınacaqdı yeni element Y-imiz, yəni P çıx 1. Neytronlarda dəyişiklik olacaqmı? Rəqəmlə yerinə qoyub hesablasaq.
Nöqonların sayında isə heç bir dəyişiklik olmur bu formada. Amma beta müsbət çevrilmədə, beta mənfi çevrilmədə, beta müsbətdir. Bu beta mənfidir. Proton, neytron və nöqonların sayını yazsaq, beta mənfi elektronlar serindən ibarətdir. Mənfi bir sıfır yazsaq, Y-də isə alınacaqdır nə? Proton plus 1. Burada isə nöqonların sayı olduğu kimi qalacaqdır. Əgər protonların sayı 1 vahid artıbsa, onda belə çıxır ki, neytronların sayı 1 vahid azalmalıdır. Onda burada neytronların sayı 1 vahid artmalıydı. Yenə də rəqəmləri yerinə qoyub işləsək daha real qiymətləri görəcəyik biz onsuz da. Sonra bəs yaxşı, qamma şüalanma nədir bəs? Qamma şüalanma isə fotonlar selindən ibarətdir. Məsəl üçün protondur və e, yerinə protonu və nöqonların sayı, bu da neytronların yeridir yazdıq. Qamma hər hansı bir çevrilmə baş vermir, neytronlardan ibarətdir. Onda da 1 0 0 plus yenə x p a bu formada. Bunların da hər biri hansı ki, bilirsiniz ki, qamma çevrilmədə protonların sayı dəyişmədisə, deməli cədvəldə olduğu kimi öz xanasında qalır. Amma məsəl üçün beta çevrilmədə, müsbət çevrilmədə protonlar deməli sırası 1 vahid azaldı deyə deməli cədvəlin önünə doğru bir xana yerini dəyişəcəkdir. Beta mənfi çevrilmədə isə cədvəlin sonuna doğru bir xana yerini dəyişmiş olacaqdır. Və hər bir halda da mən sizə deyim, daha rahat yadda saxlamaq üçün bəzən uzun reaksiyalar falan verir. Onda nəzərə yetirmək lazımdır ki, baxın, buradakı bax bu rəqəmlərin cəmi bizə bax bunu verməlidir. Bax bu rəqəmlərin cəmi bizə bunu verməlidir. Baxırsınızsa, bax belə. Yəni ümumiyyətcə enerjinin saxlanması, kütlənin saxlanması şərtlərini, yəni bu çevrilmələr ödəyir. Belə deyək də və ümumiyyətcə də alfa çevrilmələr daha kiçik nüfuz etmə qabiliyyətinə malikdir. Beta çevrilmə biraz ondan daha belə sürətlidir. Qamma çevrilməsi isə çox böyük, belə deyək də, tezlikli fotonlar selindən ibarətdir və çox böyük nüfuz etmə qabiliyyətinə malikdir. Yəni nüfuz etmə qabiliyyətinə görə baxası olsaq, qamma ən böyüyüdür, sonra beta, sonra da alfa gəlir. Nüfuz etmə qabiliyyətlərinə görə baxsaq. Bu belə. Sonra radioaktiv çevrilmə qanunları var. Bunlar nədir? Radioaktiv çevrilmə odur ki, məsəl üçün biz bilirik ki, təbiətdə, ümumiyyətcə Mendeleyev cədvəlində də siz elementlərlə tanış olanda bilirsiniz ki, radioaktiv maddələr var, hansı ki, o müəyyən bir ildə, müəyyən, məsəl üçün 100 ildən bir, 50 ildən bir, 10 ildən bir baxır o maddənin növünə hansı maddə olduğundan, bu müəyyən bir ildə təkrarlanaraq hər dəfəsində müəyyən faizində çevrilmələr baş verə bilirdi. Və bu çevrilmələr belə deyək də müəyyən radioaktiv şüalar ətrafa buraxır. Bunu da ilk dəfə Becquerel həmin bu radioaktivlik hadisəsini müşahidə eləmişdir və hansı ki uran duzu üzərində aparmışdır bu tədqiqatları və gözə görünməyən şüalar buraxılır. Sonra biz hansı ki biz radioaktiv çevrilmə zamanı da hansı ki neçəsə ildən birsə bu proses təkrarlanırsa həmin o müddətə biz deyəcəyik nə? Yarım çevrilmə periodu. Yəni yarım çevrilmə nə oldu? Yarım çevrilmə periodu oldu ki, radioaktiv nüvələrinin yarısının çevrilməsinə sərf olunan zamandır. Məsəl üçün 10 min dənə radioaktiv nüvə varsa, onun yarısı, yəni 5 min dənə çevrilməsinə sərf olunan zaman nədir? Yarım çevrilmə periodu adlanacaqdır və yarım çevrilmə periodu böyük T hərfinə işarə olunur. Və müəyyən bir qısa, məsəl üçün müddət keçir və bunun yaşama müddəti deyəcəyik biz. Həmin bu kiçik T yaşama müddətidir. Bu yarım çevrilmə periodudur. Bu isə yaşama müddətidir. Sonra və indi fikir verin. N bərabərdir N 0 vurulsun 2 üstündə mənfi T bölünsün T.
Baxırsınız bu düsturda bunu niyə yazdıq biz? Bax burada n hansı ki bizim nüvələrimizin sayıdır, hansı ki çevriləndən sonra olan nüvələrin sayıdır. Yəni t müddətindən sonra qalan nüvələrin sayı n-dir. N0 başlanğıc nüvənin sayıdır, hansı ki əlimizdə 10.000 var idi, odur. Kiçik t burada onun yaşama müddətidir, böyük t isə onun çevrilmə periodudur, yarım çevrilmə periodudur. Delta n nədir bəs? Delta n də n çıxılsın n sıfırdır. Biz rəqəmləri yerinə qoysaq, yazsaq ki, n-in yerinə n0 vur 2 üstü mənfi t bölünsün t, çıxaq n0 və mötərizə xaricinə çıxartsam bu n0 nə qalacaq yerdə? Hansı ki n0 çıxılsın n yazmalıydım. Burada mən yanlış elədim. N0 çıxılsın n'dir. Onda bunun yerlərini dəyişsək. Bir dəqiqə. Onda nə olacaq? Deməli, n0 vuraq mənfi t bölünsün t. Onda da uşaqlar, deməli n0 çıxartdımsa kənara nə oldu? 1 minus 1 minus 2 üstündə 2'ni yazmadım axı. 1 minus 2 üstündə mənfi t bölünsün t. Bu da bizdə nə olacaqdı? Delta n'in düsturu. Bu isə çevrilməyə məruz qalan nüvələrin sayıdır. Bu nə oldu? Müəyyən bir t müddətindən sonra radioaktiv çevrilmədir. Qalan nüvələrinin sayıdır. Bu delta n isə çevrilməyə məruz qalan nüvələrin sayıdır. Bu da belə. Hansı ki bu qanunla həm kütlə, həm nukleonların sayı, bunlar da bu düsturla təyin olunub tapıla bilər. Məsəl üçün, nukleonların sayını soruşursa A bərabərdir, A0 vuraq, 2 üstündə mənfi T bölünsün, T yaza bilərsiniz. Kütləni soruşursa M0 vuraq, 2 üstündə mənfi T bölünsün, T yaza bilərsiniz bu formada. Və buna yoğun qrafiklər çəkəsi olsaq, nə olacaqdı? N'in kiçik t'dən asıllığını soruşsa görürsünüz ki, müəyyən nöqtədən azalır. Amma delta n'in t'dən asıllığını soruşsa, belə bir yatmış parabola çəkəcəyik biz. Buradakı qiymət də bizə verəcəkdir n0-ın qiyməti. Bu da n0-ın qiymətidir onsuz da. Həmçinin buna yoğun A-nın da t'dən asıllıqlarını çəksək, o da bu formada olacaqdır. Buna da biz A0 yaza bilərik. Başqa elə bir hissə qalmadı. Yenə nəsə yaddan çıxmış olarsa, test izahı zamanı orada vurğulayaram. Sağ olun, salamat qalın.